Ermənistanın əlində çox rəngarəng deyək vasitələr vardır ki, bugün onlardan istifadə edirlər və çalışırlar ki, bu sülh prosesində hansısa bir dolayısıyla məsələləri ləngitsinlər və yaxud da ki, burada bir qara ləkə kimi formalaşdırsınlar ki, nə isə olursa olsun, axır ki, bu sülh platforması uğurlu olmasın. Ermənistan daxilində bir çox siyasi qruplaşmalar var. Elə adlarını da çəkə bilərik. Son günlərdə Edmond Marukyanın adı tez-tez xallanır bu məsələdə. Yəni, vaxtilə məxməri inqilabda Nikol Paşinyanla çiyin-çiyinə olub, sonradan yollarını ayrılmış bir şəxs. Amma sonradan gəlib səlahiyyətli səfir olan, amma yenə də yəni öz yerində dayanmayan, bir sözlə deyə, ara dildə cırtqoz bir siyasətçi mi deyək buna, nəsə bir adlandıraq ki bunu. Belə bir siyasi fiqurlar, belə bir insanlar çalışır ki, təbii ki, sülh prosesində çox ciddi şəkildə əngəllər törətsinlər. Bəli, biz bilirik, yəni Edmond Marukyanlar kimə xidmət eləyir ki, Serj Sargsyanın yolu ilə gedənlərdir, gizli də olsa, həmin o platformanı dəstəkləyirlər. Çünki xatırlayırsınızsa, vaxtilə Edmond Marukyan Nikol Paşinyanın yolundan ayrıldı 18-ci il aprel ayında, məxməri inqilaba qatılmadı. Parlamentdə dedi, bunu institusional olaraq gəlin həll eləyək. Halbuki amma Nikol Paşinyan sərt şəkildə keçmiş klanı tənqid eləyirdi. O isə tənqid etmədi. Əksinə özünün parlaq Ermənistan partiyasını quraraq yeni bir ideyalar irtibatı. Bu da nə idi məqsəd? Məqsəd köhnə klana xidmət etmək. Gizlin şəkildə müəyyən o formanı, işarətini sağlamaqdır ölkənin daxilində. Bax, belə qüvvələr vardır ki, ölkə daxilində həmişə keçmiş revanşist qüvvələri qidalandırırlar siyasi xətt üzərindən. Bu baş tutmadıqda onlar baş vururlar dini liderlərə.